Allah evi olmayan hər bir şəxsə ev qismət eləsin. Sizlərə bu günləri mülk təqdim eləyəcəm. 2 sotun içərisindədir, 170 kvadratdır. Qiymət də 143 min manatdır. Yerləşmə yerini qeyd eləyirəm. Mehdabad qəsəbəsində, bazarı keçdin, mərkəzi bazarı hamı tanıyır. Keçdin, Ocaq restoranından 100 metrlik məsafədə, bütün yaşayış obyektlərinə yaxın bir ərazidə yerləşir. Geniş, ümumi bir şəkildə evin ümumi fasadı ilə tanış oluruq. Yataq otağından birindən eyvana keçid etmək mümkündür. Gözəl bir terras sahəsi yaradılıb. Hər mərtəbə monolit betondur. Birinci mərtəbə və ya ikinci mərtəbənin ara kəsməsi monolit betondur. Mərkəzi giriş darvazasıdır. Sərbəst şəkildə həyətyanı sahəsinə bir ədəd avtomobil daxil etmək mümkündür. Həyətyanı sahə üçün işıqlandırma plafonları qoyulub hazır vəziyyətdədir. Güc əkmək üçün bostan sahəsi yer yaradılıb hazırdır. Buradan və digər sahədən, sağ və sol sahədən evin arxasına və yanına keçid etmək mümkündür. Terras sahəsidir, dəyərli dostlarımız, tumba vasitəsilə, monolit beton tumba vasitəsilə inşa olunub. Cüt daşdır, cüt daşla inşa olunub. Bir daha həyətyanı sahəni təqdim edirik. Burada da işıqlandırmaq üçün plafonları bağlanılıb, çılçıraqlar bağlanılıb, hazır vəziyyətdədir. Girişdən solda yerləşir evin qonaq otağı. Qəşəng. Hər mərtəbənin istilik sistemindən xəttləri çəkilib. Elektrik xəttləri bağlanılıb, hazır vəziyyətdə. Qonaq otağının TV xəttinə kimi var. Pəncərə öz həyətyanı sahəsinə baxır. Spot lampalar bağlanılıb, tavan sahə alçıbandı. Girişdən sağda yerləşir mətbəx sahəsi. İşıqlar tam qoşulmayıb, bəzi yerlərdə qaranlıq düşə bilər. Bu pəncərə də, mətbəxin pəncərəsi də terrasa baxır. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı mövcuddur. Aksesuarların hamısı bağlanılıb. Hər mərtəbənin aksesuar xəttləri bağlanılıb, hazır vəziyyətdədir. İkinci mərtəbəyə qalxan pilləkən sahəsidir. Beton pilləkəndir, qranit daşlarla üzlənilib, işıqlandırma üçün buzlu şüşə pəncərə sahəsi yaradılıb, çılçıraqları bağlanılıb. İkinci mərtəbəyə qalxan beton pilləkənlər, dəyərli dostlarımız, dəhliz vasitəsilə otaqlara bölgülərdir. Pilləkənlərdən qalxanda yerləşir sanitar qovşaq ikinci mərtəbəyə məxsus. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Dəhlizdən sağda yerləşir yataq otaqlarından biri. Böyük kvadrata malik yataq otağı var. Burada yerləşir. Artıq əşyalarınızı yığmaq üçün kladovka sahəsi yarada bilərsiniz. Qəşəng şkaf sahəsi yaratdım. Pəncərə öz həyətyanı sahəsinə baxır. Burada da TV xəttin yerlərinə kimi çəkilib tamamilə hazır vəziyyətdə əla bir ev təqdim edirəm. 170 kvadratdır, 143 min manatdır. Yataq otaqlarından biri və digər yataq otağı. Dəyərli dostlarımız, səhifəni bəyənin.